Mavi balina oyunu oynamaq istəyirsən? İlk dəfə 2013-cü ildə Rusiyada yaranan bu oyun 2015 və 16-cı illərdə VKontakte sosial şəbəkəsində daha geniş yayılmış, bir sıra uşaq yeniyetmə intiharları ilə gündəmə gəlmişdir. Qeyri-rəsmi mənbələrə görə 130-dan çox uşaq və yeniyetmənin ölümünə səbəb olan oyunun qaydaları belədir. İştirakçılara 50 gün ərzində hər gün bir tapşırıq verilir. Tapşırıqlar sadə və qorxunc olaraq başlayır. Lakin gün keçdikcə daha psixoloji baskılı və dəhşətli tapşırıqlarla əvəz olunur. Məsələn, ilk günlərdə gecə 4 tamamda durmağı, qorxulu video və filmlər izləməyi, son günlərə çatanda isə qolunda kəsici alətlə şəkil çəkməyi və özünə xəsarət yetirməyi tələb edirlər. 50-ci gündə iştirakçıya intihar edilməsi tapşırılır. Əks halda ailəsinin bütün üzvlərinin öldürüləcəyi ilə hədələnir. Bu hədədən qorxan uşaq isə intihardan başqa çarə görmür. Hörmətli valideynlər, uşaqlarımızın susqun olması hər şeyin qaydasında olması demək deyil. Onların tək olmadıqlarını hiss etdirmək üçün sözlərimizlə yanaşı, əməllərimizlə də dəstək olmalıyıq. Mən Asil Müf, birlikdə hər gün öyrənək.